deməli, dövrümüzlə əlaqədar bəlkə sual verərsiniz ki, indiyə qədər bu qədər xromosom xəstəlikləri yox idi, bu qədər qüsurlu uşaqlar yox idi, bu qədər inkişafdan qalmalar yox idi, niyə bəs indi var? İndi səbəbi bilinən və bilinməyən hallarla qarşılaşırıq və artıq elə bir hallarla qarşılaşırıq ki, biz seçim eləməliyik və doğru seçim eləməliyik. Bildiyimiz skrining testlər var, hansı ki 12 həftəsində başlayırıq yoxlamağa, 16-17-də yoxlayırıq, 18-də yoxlayırıq. Onlar son 5 il öncədən, demək olar ki, bəlkə bir 8 il öncədən səhiyyə sisteminə qoşuldu və təəssüf olsun ki, onların heç biri özünü doğrultmadı. Artıq bir çox həkimlər, Avropa həkimləri olsun, bildiyiniz Türk həkimləri olsun, bizimkilər olsun, Rusiyan həkimləri olsun, artıq biz ondan vaz keçirik. Yəni, yoxlamırıq, çünki özünü doğrultmadı. Çünki o analizlərdə 2-3 maksimum sindromun cavabı çıxır və o 2-3 sindromun cavabına görə biz əmin olaraq deyə bilmərik ki, bu uşaq sağlamdır, saxla və yaxud da xəstədir, götür. Sonradan yeni trend qoşuldu, NIF testi bildiyimiz frisko testi deyirlər ona. Onlar da 8 həftəsindən etibarən başladı. Ananın qanından 20 ml qan götürülür və xromosom analizləri yoxlanılır. Biləsiniz ki, onun da içində cəmi zümrətanı 8 dənə xromosom yoxlanılır. Amma dövrümüzdə tibb elminə məlum olan ən qədər təxmini 220 xromosom xəstəliyi aşkar olunub, adı üstünə qoyulan, amma ondan da çoxdur deyin biləsiniz. NIF testi 800 manat olmasına baxmayaraq, orada cəmi 8 dənə xromosom patologiyası baxılır və həmin o 8 xromosom patologiyası əgər cavabda çıxıbsa ki, təmizdir, biz uşağı saxla, bu uşağı təmizdir, sağlam uşaqdır deməyə də hüququmuz və haqqımız yoxdur. Ən düzgünü, ən yaxşısı fetal uzi ilə məşğul olan, yəni hamiləlik skriningi normal uzisi, normal uzi həkimləri var, hansı ki, qarın boşluğu, folikul zat yox, sırf hamiləliyin müayinəsinə aparan fetalçı uzilər var, uzi həkimləri var, onlarla işi davam eləmək lazımdır və 12 həftəsində, 17-18 həftəsində, 22-23 həftəsində bu çox önəmli vaxtlardır ki, bunlar skrining müayinələr aparılmalıdır. Əgər o skrining müayinələrdə uşağın həyatla uzlaşmayan hansısa bir problemi varsa, NIF testinə və yaxud da hansısa bir analizə əsaslanıb o uşağı saxlamağa heç məsləhət görmürük. Çünki o iləri hər həftələrdə olsa gəlib o uşaq nəsə bir şey olacaq, ağır bir patologiyası üzrə çıxacaq və yaxud da ki, bətən daxili inkişafdan qalacaq. Bunu da bir sıra mənbələrdən artıq ki, bəziləriniz bilirsiniz. Baxın, əgər ikili-üçlü testin vaxtı deyirsiniz, onlar ümumiyyətlə mən pul yükləməsidir, ödənişlərdir, heç bir əsası yoxdur, onları yoxlamağa heç kimə məsləhət görmürəm. Çünki çox yanlış yerə hamilələrimizi streslə salmaqdan başqa bir işə yaramır. 12-13 həftəsində skrininq aparanda uşağın enti qalınlığı var, boyun arxalığı, boyun arxasının ödemini ölçürük, burun sümüyü ölçürük, göz arası məsafə ölçürük, gözdən gözə məsafə ölçürük və hətta gözdən qulaq arası məsafə ölçürük ki, bu Down uşaqların özü birüstə ay sifət olurlar, belə ay formasında yumru olur və onu bizə şübhələnməyə əsas verir. Ürəyinə baxırıq, beyin strukturlarına baxırıq ki, hansılar ki, onlar uşağın sağlamlığı haqqında bizə daha düzgün və daha dolğun məlumat verir ki, saxlayaq yoxsa yox. Təəssüflər və əfsuslar olsun ki, bəzən yanılırıq, hətta cinsiyyət testlərinə gedir, bu NIF testlərinə falan gedirlər, onların belə yanlışlığı çıxır. Ona görə ən yaxşısı cinsiyyətə baxırsınızsa, sağlamlıq baxırsınızsa, 12-13 həftəni qaçırtmayın. Yəni, hər bir şeyinizi atır, 12-13 həftə arasında uzunu mütləq elətdirin və əgər orada hansısa bir problem varsa, deyək ki, misal üçün, burun sümüyündən şübhələnmişik və yaxud da ürəyində şübhələnmişik, əslində ən gözəli bütün dünya səhiyyə təşkilatının önəm verdiyi, dəstəkliyi yeganə analiz metodu amniosintezdir. Amniosintez nədir? Ana qarnından, uzun altında nazik iynə girirlər və hardasa 40 milliyə yaxın maye çəkirlər və onu yoxlayırlar. Bəli, orada ən qədər xromosom anomaliyaları aşkar oluna bilər. Niyə? Çünki orada sırf uşağın suyudur, uşağın qopub tökülmüş dəriləridir. O dəridə bizim DNK-mız var. O həmin o analiz daha düzgün uşağın sağlamlığı haqqında bizə əsas verir, nəinki saydığım o analizlər. Ona görə də uşağı saxlamaq və yaxud da götürmək məsələsinə qalanda mən məsləhət görərdim ki, bir həkimdən yox, bir neçə həkimdən konsultasiya eləyin və əsaslı odur uzilərinizi hamiləlikdə fetalçı uzisi həkimlərinizdən aparın. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.